Hoş gördük dostlar. Bugün dersimiz davam edəcək. Mən artıq bütün motorları əlavə eləmişəm, dəyişikliklər eləmişəm. Siz də eləmişsə dərsimizə davam eləyək. Fikirləşdim ki, bu motorlar hamısı bir plantın üzərində olmasın. Gəlin deməli 2 dənə folder əlavə eləyək. Bunun adını qoyaq plant 2. Plant 2. Və bir dənə də folder bunun içine əlavə eləyək. Adını qoyaq SCADA 2. Və bundan sonra deməli 1 5 5 saxlasaq 1 2 3 4 5 6 7 8 9 bir də 10 motorları ataq SCADA 2'nin içine. Tamam. Ve operator screen'de kopyaya ataq bura. Name. Operator screen 2. Tamam ve eyni cürdə yaradaq. Buradan pozun. Bu bize lazım değil artıq. Və eyni cür əlavə eləyək bir dənə də folder və adını qoyaq plant 3 və burada bir folder əlavə eləyək, adını qoyaq SCADA 3. Tamam və buradan 5'e qədər 5, 11, 12, 13, 14, 15 kat eləyək kat və paste eləyək bu folderın içine və eyni cür operator screen'i də götürək paste eləyək rename 3. Demək olar interfeys hazırdır və indi isə biz deməli Winsin compile eləyəcəyik. Onun üçün component view'dan açırsınız onu, sağ düymə və burada compile seçirsiniz. Next 3 plantın üstüne seçib next. Burada uşaqlar interfeysi yoxlayın. Kimdə bağlıdırsa mütləq açsın onu. Dakika, məndə söndürdü görürsünüz. Enable. Disable. Cancel eləyək, yenidən başladaq. Next connection TCP IP ok next bu da her şeyi saxlayır bəli burada saxlayırıq next compile bir müddət alacaq bizdə ona görə dostlar videoya hələ ki stop verirəm bitəndə qaydacam. Bəli dostlar, kompilasiya bitdi, məndə warningdən bitib, amma error yoxdur, yenində istifadə edə bilərik, problem yoxdur. Və biz indi Winsin proyektini açacağıq. Yox, ilk öncə gəlin download eləyək PLC'nin daxilinə bizim proqramı. Gəlin silah yerə PLC'ni. Və download eləyək.
Bəli dostlar, download olundu. Do you want to start the module? Yes basırıq və modula baxırıq. Əsas fault yanmasın. Hər şey normaldır. İndi isə keçirik. Açırıq bizim Windows-ni. Windows avtomatik açılacaq. Burada dostlar çox yaddan çıxartmayın. Tag Manager-ə gəlib Tag Management-ə. Burada deməli TCP/IP üzərindən biz yoxlamalıyıq ki, bizim unitdə PLC-sim internal bu seçilməlidir. Hə dostlar, bu seçilməlidir. PLC-sim TCP1. Gəlin bunu seçək. Olmasa bunu seçərik. TCP1 birinci protokol. Yox, qoy bu qalsın TCP1 IP1 ok düyməsini basırıq və bunu hər bir proyekt üçün eləməlisiniz. Çünki yeni proyektdə defaultdan olur bütün sazlamalar. Title, border, maximize, minimize, cool bar, adapt picture. Bunu saxlayaq istəyirsiniz. Turn off. Yaxşı, qoy qalsın. Ok düyməsini basırıq. Ok və proyektə start verək. Virtual serverdə bunlar hamısı aktivdir. Rahat istifadə edə bilərsiniz. Ya kim evdə istifadə edirsə, yerində sualı olsa yaza bilər bizə. Deməli dostlar, məndə pəncərə boşa açıldı. Gəlin bir yerdə araşdıraq, baxaq nəyə görə belə oldu. İlk öncə stop verək və qaydaq bizim proyektin özünə. Burada gəlin bura bir picture əlavə eləyək. Hər plantın tərkibini ataq bunu. Filter 2 və filter 3 və 3 və yenidən kompilyasiya eləyəcəyik. Buradan da bağlayaq. Kompilyasiya bitsin, siz də yenidən kompilyasiya eləyin, qaydaq təzdən. Next. Düzdür. Next. Picture interface. Hamısını eləsin, next, compile, bir müddət gözləyəcəyik yenə. Ona görə videonu pauzaya qoyuram, qaydacam kompilasiya bitən kimi. Bəli, kompilasiya bitdi, uşaqlar bu dəfə errorsuz və warningssiz bitdi. Result error and warnings, ok düyməsini basırıq və yenidən gələn proyekti yükləyək bizim PLC-nin memorisinə. Yes. Onu basaq. Do you want to start? Yes. Tamam, PLC normal RAM modundadır.
İndi isə yenidən proyektimizi açaq VNC-də. Proyekt açılandan sonra yenidən yoxlanış eləyək. Bizim interfeys düzgün seçilsin. Tamam. Bağlayaq və sazlamaya baxaq. Tamam qalsın. İndi yenidən start verək. Bəli dostlar, indi isə hamısı açıldı plantların. Gəlin bir-bir baxaq. 5 motorlu burada. Burada da 5 motordur və burada da 5 motordur. Gəlin indi başlayaq test eləməyə. Motor 2, motor 1. Niyə belə yazır? Motor 1, motor 1. Burada adısını səhv eləmişik. Tamam, qoy belə dayansın, test eləyə bilərik istənilən motorun üzərindən. Gəlin ilk öncə motor 1 ilə, deməli motor 16-nın baxaq, necəncə motordur, motor 4-5. Maraqlıdır, niyə belə çıxıb bu? Motor 5. Motor 1-i tapıb, motor 1. Bir dənə motor 5 ilə motor 1-in adreslərinə baxaq. Motor 16 buradadır. Niyə bura düşüb? Motor 4-ə bir dənə baxın. Motor 5 qalıb bax burada. Tamam, aydındır. Deməli, motor 1-ə baxın. Motor 5. Deməli, motor 1-də bizdə input 0-0, input 1-1 və output Q0-0. Bu motor 1 üçündür. Və motor 5-ə baxaq. Motor 5. Motor 5'də motor 5'də 1-0-1-1 və 0-4. Tamam. Və qaydaq bizim skadaya. Və gəlin PLC-də həmən adresləri əlavə eləyək. Hələ ki motor 1 üçün. Prinsip isə birində işlədirsə, o birlərdə də işləyəcək. Deməli 1-0-1 və Q lazım olacaq. Q0. Gəlin birinci motor üçün bunu sazlayaq. Birinci deməli 0, o birisi 0-1 idi. 1 və QI 0 idi. Deməli QB olmalıdır. Üzr istəyirəm dostlar, QB olmalıdır bu. QB. Və test eləyək. Hə dostlar, özüm biraz çəkdim bu tərəfə ki, bu hissə görsənsin, siz də istəsəz çəkin. Biz indi motora stop vermək istəyirik. Stop verək, bizdə əslində motorda, yox, stopdadır motor. İndi ona run verəcəyik və bu bit bizdə aktiv olmalıdır, 0-cı bit.
motor 1-in bitidir. Qoy bir də baxaq. Motor 1. Deməli, çıxış bizdə gəlir Q00-a, bəli. Və o bizdə aktiv olmalıdır. Biz motora start versək. Yəni, motor run rejiminə keçməlidir. Yoxlayaq. Start. Ok düyməsini basırıq və budur, uşaqlar. Deməli, bit aktiv olundu. Və indi stop verək, yoxlayaq dərslər. Deaktiv olacaq, bəli, deaktiv oldu. İndi gəlib yoxlayaq, baxaq biz avtomat modunda bunu çevirsək, nə baş verəcək. Tamam və start verək. Bir dəqiqə, startı deyəsən buradan verəcək artıq. Peki bu manual təzdən qaytarım. Peki. Peki, start verək. Bu işlədir. Tamam, indi gəlin onda birbaşa PLC-dən çalışaq start verməyə. Məsələn, bu məntiq xoşuma gəlmədi. Çalışaq dostlar, bir nəyə PLC-dən start verin buna, baxaq, görəyinə baş verir. Buradan enter bassaq. Tak, motor startda getmədi. Tamam. Dostlar, bir yerdən səhv biti vururdum. Deməli, belə eləyək. 0-cı bit idi, bizdə start. Startı işlədi. Stop 2-ci bit idi. Bunu görüşdürsək sönəcək. Və gəlin bir dənə də test eləyək. Baxaq, studio özünü necə aparacaq. Start verək. Biz artıq starta getdi. Və buradan stop versək nə baş verəcək. Motor əslində stopu göstərir, amma stopa getmir. Tamam, görüşdürək bunu. Bir dəqiqə bu işarəsinə də baxaq. Yox, motor start kimi göstərir, amma stopa getmir. Biz əslində stop komandasını vermişik. Çox maraqlı aparır özünü studiya. Tamam, qoyduğunu çıxardaq. Ya motor, stopdan çıxdı, düz deyir dostlar. Bütün motorları da belə yoxlaya bilərik. Qoy baxaq, bunun biti hansıdır. Start. Bu da 4-cü bitə düşüb, düz düşüb. Gəlin dostlar, o bir motorları da yoxlayın. Məsələn, özümə belə şübhəli qaldım. Bu hansıdır? 15'ə tutarım ki start verəcəm. Yox, bunun biti nəyə görə çıxmadı? Gəlin, əlavə eləyək QB1. QB1. Bəli, əlavə olundu. Yox, normal işləyir, amma bir məsələ var. Ola bilsin ki, haradasa adresləri qarışdırmışıq, ya adları qarışdırmışıq. Ümidvaram siz özünüzdə düzgün eləmişsiniz və hər bir şey normal olduğu kimi işləyir. Deməli dostlar, burada belə bir şey var. Mən də bir yerdən start verirəm, deyəm, bu niyə starta getmir, yalandan burada işığı yanır. Deməli, məsələ nədədir? Biz axı bunu avtomatik və manual modda qoymuşuq. Ona görə bunu birinci keçirməliyik avtomatik moda. Tam keçdi və ondan sonra start versək, artıq bu motor bizdə starta getməlidir. Bəli, starta getdi. Biz də bir yerdən, mən də bir yerdən fikirləşirəm ki, bu niyə işləmədi. Yəni, əslində məntiqin işləməsi də belədir. Yəni, manual modda siz startı ancaq düymə ilə verə bilirsiniz.
Avtomatik modda piyasının çıxışından birbaşa verə bilirsiniz. Sxemlərə də baxsaz, əslində elektrik sxemlərinə baxanda görəcəksiniz ki, həqiqətən elədir. Həm piyasədən start verəndə həmən düymə aktiv olmalıdır ki, motor işləsin. Və gəlin çıxardaq bunu. Tak, manual. Hələ də startdadır. Bir dənə də yoxlayaq da gəlir stopu. Yaxşı, yoxlayaq və dərsi sonlandıraq. Bunu söndürək. Tak, avtomatik. Hop. Və buradan startı verək. Tam start getdi. Gəlindi. Stop verək. Invalid siqnal. Söndürək. Stopa getdi. Dostlar, işlədi. Hamını təbrik edirəm. Təşəkkür edirəm sizə. Dərsdə sualınız olsa YouTube kanalımızdan ya da Task Class saytından yaza bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm.